Əmin olun ki, bir nəfər sizə ya kiməsə zülm elədirsə, buna yəqin bilin ki, bunun zərbəsini alacaq. Buna zərrə qədər şübhəniz olmasın. Yəni, bu dəyişilməz qaydadır. Sən bağışlasan, bəlkə qabağını ala bilərsən. Kimsə kimisə bağışlasa, dua eləsə, hətta yenə deyirlər ki, haqqındasın zərbəsi dəyəcək dünyadaykən. Yenə də bir şey olacaq, mütləq. Bunu yadda saxlayın ki, zülm cavabsız qalmayacaq. Zülm cavabsız qalmayacaq. Siz yaşayırsınız həyatınızda, tutaq ki, öz işinizdəsiniz, öz gücünüzdəsiniz. Biri də qıraqdan qonşudur, dostdur, kimdir, paxıllıq eləyir sizə. Paxıllıq eləyir. Ürəyində eləyir, paxıllıq. Sizə pislik də eləmir. Ürəyində sizə paxıllıq eləyir. İnanın ki, o paxıllığın da zərbəsini alacaq. Alacaq, mütləq alacaq. Biri sizə paxıllıq